imtahana düşmə ehtimalı böyük olan sual nümunələrindən biri. Deməli, x və y natural ədədlərdir. Bərabərlik ödənilərsə x çıx y aşağıdakılardan hansına bərabər olar? Bizə lazım olan nədir? Kök altında 2xy düzəltmək. Bunun üçün nə etməliyik? Tənliklər sisteminin ilk tənliyini kvadrata yüksəltməliyik. 4x çıxılsın 4 kök altında 2xy üstə gəl 2y bərabərdir 4. Baxın, deməli bunu da -4'ə vurmuş olsaq əgər olacaq -4 kök altında 2xy üstə gəl 2x üstə gəl 4y bərabərdir 12'ye. Nə edərik? Tərəf-tərəfə çıxsaq əlimizdə nə qalacaq? 2x çıx 2y bərabərdir -8'ə. Buradan x çıxılsın y-in -4 olduğunu görərik. Görürsünüz, saniyələr içərisində həll olundu. Əsas misala baxmaq yox, görmək lazımdır.